6-da tapşırığa baxırıq uşaqlar. 6-da deyir ki, hesablama aparmadan m topla n topla k cəmlərinin hansının böyük olduğunu təxmin edin. Kalkulyator istifadə etməklə cavabınızı yoxlayın deyir. Yəni yazaq m topla n. Yazırıq. Bu ədədlə m-lə n-nı toplayırıq. 2753 birdən üstəgəl n-mızın qiymətini də yazıram. 602 milyon 925 813 və burada gəlin belə eləyək. Milyonluğa görə yuvarlaşdıraq. Burada 2 milyard verilib. 2 milyard 753 milyon olur da. 2 milyard 753 milyon götürün milyon. Yəni baxın buradan nöqtə qoyum ki görəsiniz. 753 milyon. Buradan götürürüm. Arxalarını sıfır edirəm. Burada da milyonumuz var. Buranın da 602, 603 milyon olur da. Baxın uşaqlar. 2-dən sonra 9 gəlir. O da böyük ədəddir deyə 603 milyon olur. 603 milyon. 603 milyon. İndi bunları toplayırıq. Neçə dənə sıfır olur? 6 dənə. 6, 5, 13, 3. Nə alındı? 3 milyard 356 milyon. İndi cavabı yazıram. İndi deyir ki, cəmlərlə ən böyüyü hansıdır onu yazacağım. İndi isə n topla k. N'imiz nədir? 603 milyon. Üstəgəl k'mız. K'nın qiyməti nədir? Üstəgəl. Bunu bir vahid artıranda özü qalır da. Bax 9-dan sonra ədədimiz 2-dir. Kiçik ədəd. Ona görə özü qalır. 19 milyon. Şimdi gəlin bunları bir hesablayalım. 603 milyon. Üstünə gəlirəm. 9 milyonu. İki. 15. Ne alındı? 2 milyard 522 milyon. İndi hansının baxırıq? Böyük olduğuna baxırıq. Hansı olur? Burada 3 milyarddır. Burada isə 2 milyarddır. Əlbəttə ki, bu tərəf böyük olur. İndi 7-ci tapşırığa keçirəm. Keçəm 7-ciyə. Yeddincidə nə deyir? Hesablama aparmadan A çıxılsın B, C çıxılsın B fərqindən böyük olduğunu təxmin edin. Fərqlərindən hansının böyük olduğunu. Baxırıq. Burada da uşaqları yuvarlaşdırıram. Yine milyonluqlara görə yuvarlaşdıracağım. Yəni 3-dən sonra ədədimiz böyükdür deyə nə olur?
Ana 874 milyon. Çıxılsın B'miz. 5'ten sonra ədədimiz milyonluğa görə yuvarlaşdıran böyük olduğuna görə 76 milyon. Fərqi deyil. 0, 0, 0, 0. 14'ten 6 çıxır 8. 6 qaldı. 6'dan 7, 9. Bu da 7. Nə alındı? 798 milyon. Bu A çıxılsın B fərqidir. İndi C çıxılsın B'yə baxırıq. Baxın C'dən indi B'ni çıxırıq. Yine milyonluqlara görə yuvarlaşdırırıq. Milyonluğumuz görə bax 1'dir milyonluğumuz. Birdən sonra ədəd kiçik olduğuna görə elə 901 milyon olur. Çıxılsın B'mizin qiyməti. Onu da milyonluğa görə yuvarlaşdırıram. 5'ten sonra ədədimiz böyükdür. Ona görə 76 milyon alınır. Fərqi çıxılsın B. 0, 1, 2, 3, 4, 5, 6. 11'den 6 çıxıram. 5. Burada ya qaldı 9. 9'dan 7, 2. Burada nə qaldı? 8. 825 milyon. Bu 798 milyonu. Bu 825 milyon. C çıxılsın B. İndi deyir ki, hansı böyük olduğunu. Bu tərəf, sağ tərəf böyükdür. Bu 825 milyon oldu. 798 milyon. İndi 8-ciyə baxıram. 8'də nə deyir? 8'də 11'in kvadratı və 5'in kubu var. 11'in kvadratı 121. 5'in kubu 125. Hansı böyükdür? Tərəf böyükdür. İkincisinə baxıram. 6'nın kubudur. Bir də 14'ün kvadratıdır. 6'nın kubu 36, 216 eləməlidir. 216 eləməlidir, səhv etmirəmsə. 14'ün kvadratı 196'dır. Hansı böyük olur? Sağ tərəf, sol tərəf böyük olur. İndi üçüncüsünə baxırıq. Üçüncüdə nə deyir? 10'un kvadratı çıxılsın 5'in kvadratı. Nə edir? Bunu tapaq əvvəlcə. Buranı yenə tapaq. 10'un kvadratı 100 çıxılsın 25 olur 75. İndi keçirəm sağ tərəfdəkinə 6'nın kvadratı üstəgə 7'nin kvadratı. 36 üstəgə 49. 5, 85 edir. İndi 75 böyükdür. Yox 85, 85. Sonra keçirək dördüncüsünə nə deyir? 2'nin kubu üstəgə 9'un kvadratı. Nə edir? 8 üstəgə 81. Nə elədi? 89. Yazdım. İndi bunu yazıram. 10'un kvadratı çıxılsın 3'ün kvadratı 100 çıxılsın 9. Nə elədi? 91. Buradan da sağ tərəf böyükdür. 5'inci nədir? 6'nın kubudur. Burada isə 6'nın kubu. 6'nın kubu 216 eləyir. 10'un kvadratı üstəgə 9'un kvadratı. Nə elədi? 100 üstəgə 81, 181. Hansı böyük olur? 216. 6'ncının kvadratı. 6'ya baxırıq. 5'i yazdıq. İndi 4'ün kubu çıxılsın 2'nin kvadratı. 4'ün kubu nə eləyir? 64 çıxılsın 4. Nə elədi? 60. Buraya isə 8'in kvadratı nə eləyir? 64. Hansı böyükdür? Sağ tərəf böyükdür. İndi 7'yə baxırıq.
7-sinə 7-də nədir? 20-nin kvadratı üstəgəl 4-ün kvadratı. 20-nin kvadratı 400 alınır. Üstəgəl nə eləyir? 64. 464. İndi 7-nin kubu nə eləyir? 7 vurulsun 7 vurulsun 7. 49 vurulsun 7. 7 və 9'un 63. 6'ya da 28 34. 343. Bura nə etdi? 343. Bura 464 uşaqlar. Bu 343'dür. Hansı böyükdür? 343. 8-sinə baxırıq. 20'nin kvadratı 400 çıxılsın 5'in kubu 125 elədi. 7 325 275. İndi getirəm 18'in kvadratı. 18'i vururam. 18'in kvadratı olanda 324 eləməlidir. Hansı böyükdür? Sağ tərəf böyükdür. Bir ki, nə hansını tapdıq uşaqlar? Müqayisə eləmədik. Ha, eləmişik. Yuxarısında yazmışıq. 9-uncusuna baxıram. 9'a deyir 10'un kvadratı üstəgi 7'nin kvadratı nə edir? 100. Bu da 49. Nə elədi? 149. 20'nin kvadratı çıxılsın 6'nın kubu. Nə elədi? 400 çıxılsın 6'nı 6'ya vururam. 36. 36'nı da 6'ya vururam. 216. 4, 9'dan 1, 8, 3'dən 2, 1, 184. Bu 149'dur, bu da 184'dür. Nə eləyir? Sağ tərəf böyükdür. 10-uncusuna baxıram. 20'nin kvadratı üstəgəl 2'nin kubu. Nə eləyir? 400 üstəgəl 8. 408. 10'un kvadratı üstəgəl 7'nin kubu. 100 üstəgəl 7'ni 7'yə vururum. 49, 49'da 7, 343. Elədi 443. Bura 408'dir. Bura 408'dir. Bura 443'dür. 9'uncusuna baxıram. Deyir ki, qırmızıya uyğun ən böyük qiymət. Ən böyük qiymət olanda uşaqlar, belə eləyək də. Burada ən kiçiyi bundan 1 vahid böyükdür. Ən böyüyü isə bundan 1 vahid kiçikdir. 2.523.812'dən 1 vahid kiçiyi tapırıq. 2.523.811 alınır. Bədətləri artan sırayla düzəcək. Hələ indi bu yumrunu tapdıq. Bu yumrunun cavabıdır. İndi 3 bucağın cavabına baxıram. Uyğun ən kiçik qiymət. Ən kiçik deyəndə isə bunun üstünə 1 gəlirəm. Belə eləyirik. 2.523.997. Üstünə nə gəlirəm? 1 gəlirəm. 98 alınır. Aha. Digərlərini yazıram. 2.523.821 və nöqtə vergül qoyum. Digərini yazdım. 2.524.001. İndi hansı böyükdür? Baxırıq. 2.523.811 2.523.998. Bu da 523.821. Belə eləyək. 0, 2, baxaq. 2 nöqtə qoyum. Baxın, hamısında 2 milyondur. 2 milyon. Sonra keçirib 5'lərə baxırıq. 5'lər hamısı da eynidir. Sonra
İkilərə baxıram. 2, 2, 2, 2 eynidir. Sonra 3-lərə baxıram. 3, 3, 3. Gördünüz, ancaq bu ən böyüdür. Demək, bu ən böyükdür. Bu dördüncüsüdür. Artan sırayla deyir, bəli. Kiçiyə baxırıq. 3-ü baxdıq, hamısında eynidir. 8, 9. Bu da 8'dir. Bu da 8, bu da 8. Yəni kiçiklərdəndir. 9 ən böyükdür. Bu üçüncüsünü yazıram. 8'i yazdıq, eynidir. 1 burada ən kiçiyi budur, birincidir. Bu da ikincidir.